Və bir kəsi tənqid eləyəndə gərək neyləsin? Özü bilsin bu işin mütəxəssisi olsun və məntiqlə danışsın, sənədlə, sübutla danışsın. Monitor arxasında oturub rahatçılıqla kresloya yayxanıb, qabağında da çay bir qurtumsa, bir qullam siqaret. Yəni bu ilə özünü elə bilirsən ki, ya burada mənəm Bağdadda kör xəlifə. Bu monitor dalında şirə dönmək asan bir şeydir. Yəni söhbət mən özümdən misal gətirirəm, başqa şeyə gətirirəm mövzunu ki, bu günləri çox acınacaqlı vəziyyətdir ki, bu gün fitnə salanlar ruhanilərin arasında, ruhanilərin haqqında elə sözlər yayırlar ki, bilinmir kimdir, nədir, amma hiss eləyirsən fitnədir. Buna uymaq yaxşı bir şey deyil. Ruhanini təhqir eləməzlər. Ruhani haqqında ağır söz deməzlər. Əgər tənqid eləmək istəyirsənsə, özünün də əsasın varsa, deyərsən mən bu işlərə əsasən, məsələn bu işlə barışmıram, bu normaldır. Amma hansısa bir ruhanini, neçə illər əziyyəti, əməyi olan bir insanı, bugün görürsən ki, bir dəstə mömin bu sözü deyir, bir dəstə mömin o sözü deyir, onu təhqir eləyir, bu bunu təhqir eləyir. Bunları başa düşmürlər ki, kənardan verilən fətvanın oyununa gedirlər bu insanlar.